Bismillahirrahmanirrahim. Elif lam ra tilke ayatul kitabil mubin. إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. Rollarda Mahmud Pakniyyət, Ketayun Riyahi, Mustafa Zamani, Cəfər Dehqan, Abbas Əmiri və başqaları. Senari müəllifi Fərəcullah Sələhşur, Quruluşçu operator Nasir Kavusi, Rəssam Fərhad Əlizadə Ahi, Səs operatoru Əhməd Əmiri, Bəstəkar Peyman Yəzdani, Səs rejissoru Rıza Nərmizadə, İstehsal müdiri Mühəmməd Sadiq Azin, Prodüser və rejissor Fərəcullah Sələhşur. Həzrəti Yusif. Sanki tanrılar səni öz əlləri ilə yaradıb, ecazkar gözəlliyi ilə bəzəyiblər. Sən belə düşünmürsən? Sarayımızın vəziri Huniferi bura çağır. Bu kağızı paltarının altında gizlətmişdi.
Bu sənəd Yuzarsifin satılma sənədidir, xanım. Şamun adında bir adam Yuzarsifi Malik adlı birinə satıb. Bu, sarayın xəzinəsində qalmalıdır. Sənin yanında yox. Necə istəyirsiniz? Buyurun xanım. Yuzarsifi sənə tapşırıram. İstəyirəm ki, o düzgün tərbiyə olunsun. Sarayda yaşamağın və böyüklərlə necə rəftar etməyin qaydalarını öyrənsin. İnanıram ki, bizim sarayın vəziri bu mühüm işin öhdəsindən asanlıqla gələcək. Səncə onun bu cür təzim etməsi hörmət və məhəbbət əlamətidir? Bu çölləri dolaşan qoyun otaran sizin qarşınızda niyə 2 qat olduğunu çətin başa düşə. Siz də umursuz ki, onun təzimi hörmət ya da məhəbbət üzündən olsun? Bu paltarda o necə də gözəl görünür. Üzünü onu çox tərifləməyin xanım, yoxsa lovğalanar. Gedək mənimlə. Gördüyüm bu otaq, Putifar və Züleyxa xanımın gözlərinin nuru olan ən əziz qonaqlarının otağıdır. Bu otağa girmək üçün bizim keçdiyimiz 7 qapıdan keçmək lazımdır. Bu 7 qapıların qıfılları o qədər möhkəmdir ki, əgər bu qapılar bağlansa, heç kəs ora nə girə bilər, nə də çıxa bilər. Bu 7 qapıların açarları təkcə Züleyxa xanımdadır. Bura sarayın ən göz oxşayan yeridir. Buradan Misirin nəhəng Nil nəhrini yaxşıca müşahidə eləmək olar. O tərəfdə isə qərb, ölülər aləmi müşahidə olunur. Gedək mənimlə. Bura Züleyxa xanımın xüsusi otağıdır. O çox məğrur və təkəbbürlü zadəgandır. Müntəzir ol, heç vaxt onun əmirlərindən boyun qaçırma. Gedək. Bura isə istirahət otağı və Cənab Putifarın xüsusi kitabxanasıdır. Cənab Putifar Misirin böyük şəxsiyyətlərindən ikincisidir. Sən onun və başqa böyüklərin qarşısında necə təzim eləməyi, baş əyməyi öyrənməlisən. Bu isə Cənab Putifarın xüsusi suflyoru, yəni kitab oxuyanıdır. Gedək. Ora isə Cənab Putifarın və Züleyxa xanımın yemək otağıdır. Mən gərək Yusifi xilas edeyim. Bir çıxış yolu tapmalıyam. Məyər Yusif zindanda ya da əsarətdədir ki, xilas eləyəsən? Hər halda o bir qoldur. Amma o həmin əzəmətli sarayda heç qola bənzəmirdi. Əgər quşun qəfəsi gözəldirsə, o heç də əsir deyil. Mən Yusifi mütləq buradan aparmalıyam. Yoxsa Misir torpağını tərk eləyə bilmərəm.
Amma sən Putifarın və onun arvadının Yusifi çox istədiklərini özün gördün. Yaqub peyğəmbər qədər sevə bilməzlər. Mən dəqiq bilirəm ki, Yusifin ayrılığı onun ürəyini parça-parça eləyib. Malik, axı, Yusif dedi ki, onun Misrə gəlişi Allahın istəyi ilə olub. Bu mənim axırıncı ticarət səfərim idi. Malları bacardığınız qədər tez satıb Babilə qayıdın. Bura isə qulların və xidmətçilərin yaşayış gedir. Cənab Punifer, cənab Punifer, cənab Punifer. Bunların hamısı Putifarın sarayının xidmətçiləridirlər. Bəziləri saray işləri ilə məşğul olurlar, bəziləri papirus sahəsində işləyirlər, bəziləri də pambıq və əkinçiliyi ilə məşğul olurlar. Kişilərin və qadınların çoxu indi işdədirlər. Bu otaqların hər birində bir ailə yaşayır. Bunlar niyə bu qədər fəqir və yoxsuldular? Ne üçün cənab Putifar bunlara əhəmiyyət vermir? Hepsdə əkinçilərin və xidmətçilərin vəziyyəti bunlarınkindən da pisdir. Biz bunlara qalmağa yer, təmiz pal-paltar veririk. Onların özlərindən, uşaqlarından müğayət oluruq. Mən onları hərdən görməyə gələ bilərəm. Niyə ki, olar? Amma yaxşı olar ki, xanım Züleyxa və cənab Putifardan icazə alasan. Onlarsa kəcavə daşıyan xüsusi qullardır. Bax, burada isə papirus hazırlayırlar. Cənab Huniferə salam olsun. Papirus yazı yazmaq üçündür. Biz yazı yazmaq üçün heyvan dərisindən istifadə eləyirdik. Bu heyvan dərisindən də yaxşıdır. Yazı yazmağı bacarırsan? Məni xəlq edən varlıq yazı yazmağı da öyrədib. Bu çox yaxşıdır. Yazmağı bacaran qullar sahibləri üçün böyük nemətdirlər. Dedin, yazmağı kimdən öyrənmisən? Ağamdan və ixtiyar sahibimdən. O bütün dilləri bilir. Lap yaxşı. Gedək. Bura katan parçalar toxunan yerdir. Katan belimizə bağladığımız parçadır. Ondan paltar tikirlər. Burada toxunan ən incə katan saray katanı səltənət adlanır. Burada təkcə sarayın əhalisi üçün katan toxuyurlar. Bu emalatxanada Misirin ən şərəfli
Zəngin xanımlarından olan Züleyxa üçün ən gözəl parçalar toxunur. Gedək. Bura duluzçuluq emalatxanasıdır. Cənab Huniferə salam olsun. Oradakı su borularından bəziləri arabaların altında qalıb sınıb. Onları dəyişdirin. Bu ölçüdədir, cənab vəzir. Hə, elə həmin ölçüdədir. Bu qabları düzəldim, dəyişərəm. Hə, lap yaxşı. Bura ərzaq anbarıdır. Aşpazların çörək və xörək bişirmələri üçün lazım olan ərzaqlar burada saxlanılır. Hara baxırsan? İşinlə məşğul ol. Yadında saxla. Bundan sonra səni çağırmamış, bir söz soruşmamış, cavab verməli deyilsən. Züleyxa təkəbbürlü qadındır. Bəzən şahlar çox qəddar və rəhimsiz də olurlar. Bura sarayın aşpazxanasıdır. Burada müxtəlif insanlar üçün müxtəlif yeməklər bişirilir. Qulların və xidmətçilərin yeməyi ayrı, saray məmurlarının və vəzirin yeməyi də ayrıca hazırlanır. Cənab Putifar və Züleyxa xanımın yeməyi isə xüsusi hazırlanır. Niyə yeməklər ayrıdır? Məyər hamı üçün bir yemək bişirmək olmaz? Məlum məsələdir ki, bu mümkün deyil. Cənab Putifar və Züleyxa xanım qullar və xidmətçilərlə eyni deyillər. Bu Yüzərsifdir. Bugündən Yüzərsif yemək paylamaqda sizə kömək eləyəcək. O savadlı uşaqdır. Elə buna görə də bizim ona verdiyimiz siyahı əsasında o yeməkləri paylayacaq, sonra isə yeməklərin siyahısını hesablayıb bizə təhvil verəcək. Görürsən necə maraqla sənə baxırlar? Sənə görə bura yığılıblar. Nədir? Nə olub? Niyə işinizlə məşğul olmursunuz? İşinizdə olun. Gedək. Bura sarayın məbədidir. Putifar, Züleyxa xanım və sarayın digər əhalisi burada ibadətlə məşğul olurlar. Biz öz tanrılarımızı burada saxlayırıq. Yəni, sizin tanrılarınızın yeri və məkanı ehtiyacı var? Əlbəttə ki, var. Küləkdə, yağışda, açıq havada qalmayacaqlar ki. Salam olsun baş vəzir cənab Huniferə. Adətən saraya səhər vaxtı baxış keçirirsiniz. Günün bu vaxtında nə əcəb? Yüzərsifi sarayı görmək üçün gətirmişəm. İstəyirəm onu saray əhli ilə tanış eləyim. Nə olub orada? Saraydan cəvahirət oğurlanıb.
Bunlar sarayın daxili keşikçiləridir. Heç biri bu işi boynuna almır. Bir-birlərini ittiham edirlər. Lap yaxşı. İndi baxarıq. Deməli, biri-birinin boynuna atırlar. Elə isə hər ikisini kəndirdən açmaq lazımdır. Əgər boyunlarını almasalar, dediyimi eləyin. Amma mən oğurluq eləməmişəm, inanın. Heç bir günahım yoxdur. And olsun ki, mən oğru deyiləm. Mən bu cür səsküylə nə dediyinizi başa düşə bilmirəm. Amma cənab Hunifer, tanrılara and olsun ki, mənim günahım yoxdur. Bu vaxta kimi heç kim məndən oğurluq görməyib. Əslində oğurluq baş verən gün mənim keşikçilik növbəm deyildi. Bilmirəm məni bura niyə gətiriblər. Axır əvvəl biz müqəssirin kim olduğunu biləcəyik. Yaxşısı bu da elə indi günahınızı boynunuza alıb, məsələni bu qədər böyütməyəsiz. O deyir ki, sən onun keşiyi çəkdiyi yerə girmisən. Mən? Onun xidmət yerinə? Bu doğru deyil. O yalan deyir. Mənim yalnız bir səhvim olub. O da bilmədən. Bilirsiniz, necə deyim axı, məni yuxu aparmışdı. Yəni bu boyda sarayda səndən başqa məni görən bir adam olmadı? Keşikçi xidmət yerini təhvil almamış. Hər şeyə diqqət eləməlidir. Sən yatmamalıydın. Sən müqəssirsən. Həm xidmət yerini tərk eləmisən, həm də iddianı sübuta yetirmək üçün heç bir şahidin yoxdur. Cənab Hunifer, mən oğru deyiləm. Mənə rəhm eləyin. Təəssüflər olsun. Ninfer kapitanı azad eləyin, bu kişini isə zindana aparın. Cənab, mən oğru deyiləm. Tanrılara and olsun ki, oğurluq eləməmişəm, mənə rəhm eləyin. Tanrıların lənəti olsun sənə, Ninfer. Yum ağzını. Səni görüm tanrıların qəzəb ateşdə düşər olasan, Ninfer. Kəs. Niyə həqiqəti söyləmirsən? Cənab, inanın mənə, mən oğru deyiləm. And olsun ki, oğurluq eləməmişəm. Cənab Hunifer, mən oğrunu tapa bilərəm. Yox oğlum, bu sənin işin deyil. İnanın mənə. Məyər siz oğrunu tapmaq istəmirsiniz? Niyə ki? Bəs sən oğrunu necə tapacaqsan? Atamdan öyrənmişəm. O qəzavət eləməkdə çox bacarıqlı idi. Sən buna arxayınsan. Bəli, cənab Hunifer. Yoxlaya bilərsiniz. Lap yaxşı. Oğrunun kim olduğunu bilirəm. Yaxşısı budur ki, boynunuzu alıb günahınızı daha da ağırlaşdırmayasınız. Axı, cəvahirlər itən gün mənim keşiyi çəkmə növbəm deyildi. Mən günahsızam. Mən oğurluq eləməmişəm. Düzdür, şahidim yoxdur. Amma özüm gördüm ki, Ninferlər cəvahirət olan otaqdan çıxırdı. Mən günahsızı tanıyıram. O özünü qorxuya salmasın. Günahkarı da tanıyıram. Tezliklə hər kəs onu tanıyacaq. Cənab Huniferdən xahiş edirəm ki, mən günahkarı göstərən kimi elə o an onun boynunu vurdursun. Mən yalnız onun kim olduğunu bilmək istəyirəm. Rudamın hazırdır. Ona rəhm olunmayacaq. Tək ki onu tapasız. Cənab Rudamun, bu iki nəfəri bağçada diz üstə əyləşdirin. Qoy gözlərini bağlasınlar. Dəsmal gətirin. Əllərini bağlayın.
Bir dəfə də fürsət verirəm. Oğru əgər özünü tanıtdırsa bağışlanacaq. Amma onu biz tanıtdırsaq, cənab Rudamun onun boynunu vuracaq. Oğru odur, qılıncınızı çəkin. Oğru odur, vurun boynunu. Yox, yox, boynumu alıram. Oğurluğu mən eləmişəm. Qələt eləmişəm, cənab Rudamun. Əfv edin, boynumu vurmayın. Məni bağışlayın, cənab Rudamun. Belə tezliklə cinayətini boynuna alacağını düşünmürdün, hə? Aferin, aferin. Aparın onu. Aferin oğlum. Əla idi. Doğrusu müvəffəq olacağına inanmırdım. Təşəkkür edirəm. Minnətdaram Yüzarsif. Əgər sən olmasaydın, mənə cəzalandıracaqdılar. Tanrılar səni qorusun. Əgər sənin günahsızlığını sübut etməli olmasaydım, Ninferin cəmaat içində biabır olmasına razı olmazdım. O elə də günahsız deyildi. Əgər bir də öz xidməti yerini tərk eləsən, ağır cəza alacaqsan. Baş üstə cənab. Minnətdaram. Minnətdaram. Yaxşı oğlum. Gedək. Mənimlə gəl. Necə ağıllı və zirəkdir. Gördün onu necə həbsə attırdı? Həm yaraşıqlı, həm də ağıllıdır. Elədir. Mən hələ də ağlıma sığışdıra bilmirəm ki. Bir uşaq bu işin öhdəsindən necə gəldi? O elə bilirdi ki, elə həmin vaxt boynu vurulacaq. Odur ki, sürətlə yerindən qalxıb, günahını boynuna aldı. O deyirdi ki, yox, yox, vurmayın, mən oğurlamışam, günahkar mənəm, boynumu alıram. Yüzarsifin bu fəndi hamını heyrətləndirdi. Heç kim güman eləmirdi ki, onun kimi bir uşaq bu qədər bilici olsun. Mən cənab Putifara bu dəyərli hədiyyə üçün bir daha təşəkkür eləməliyəm. Yüzarsif yazıb oxumağı da bilir. Bugündən heç kim öz payından artıq yemək ala bilməyəcək. Yüzarsif hər bir kəsin payını siyahiyə əsasən təqdim eləyəcək. Qulun savadlı olması ağası üçün çox böyük nemətdir. Yüzarsifin istirahəti üçün hansı yeri seçmisiniz? Hələ bir qərara gəlməmişəm. Məlum məsələdir. Qulların yataqxanası. Buna qərar lazım deyil. Yox. Qulların yanında olmaz. Gərək elə burada, sarayda olsun. Dünən ona göstərdiyim otaqda. Yüzarsif, de görüm, otağından razısan? Minnətdaram. Əgər icazə versəz, istərdim ki, otağım qulların və xadimlərin yataqxanasına yaxın olsun. Sənin harda, necə və kiminlə qalmağına mən qərar verirəm. Başa düşdün? Xanım, qulun sarayda yaşaması qaydalara ziddir. Bu obri qulların paxıllıq həm də tuğyanına səbəb olacaq. Mən və bu evin sahibi cənab Putifar bu uşağın tərbiyəsi ilə məşğuluqsa, başqalarının fikrinə ehtiyacı yoxdur. Yüzarsif, oğlum, mənim evladım yoxdur. Məni öz atan hesab elə. Nə çətinliyin olsa, mənə söylə.
Minnətdaram. Yazıq atam. Allah ona səbr versin. Hey! Kenan'ın canavarları sizinliyim. Sizinliyim ey Kenan'ın canavarları. Niye susursuz? Ata, heç canavarlar da danışar? Xeyr oğlum. Amma əgər Allah istəsə, mənim xahişim qəbul olunar. Bax oğlum, gəldi. Qardaşınızın başına nə gətirmişsiniz? Niyə cavab vermirsən, Lavi? Ata, onu canavar... Yalan deyirsən! Canavar inkar elədi. Dedi ki, Yusif'dən xəbəri yoxdur. Canavar? Atacan, axı canavar necə inkar eləyə bilər? Mən eşitdim. Canavar atamla danışdı. Dedi ki, Yusifi parçalamamışam. Nə qədər ki, gec deyil deyin görüm qardaşınızı nə eləyibsiz? Hələ fürsətiniz var. Biz elə həqiqəti demişik. Yusifi canavar parçalayıb. Canavara böhtan atmayın. Nə eləyibsizsə elə siz qurd sifətlər eləyibsiz. Gəlin tövbə eləyin, həqiqəti söyləyin. Allah hər adama tövbə etmək üçün fürsət vermir. Xüsusilə də qəlbi, ürəyi daş bağlayanlara. Sağ ol Malik. Görüşənə dək. Salamat qal.
Gedin Yüzərsifi bura gətirin. Bu neçə illər ərzində anladım ki, deyəsən, heç vaxt övlad sahibi olmayacağım. Tanrılar şahiddir ki, səni analıq nemətindən məhrum eləmək istəmirdim. Birincisi, cəmi bir neçə ildir ki, ailə qurmuşuq. Gələcəkdə övladımızın olmayacağını hardan bilirsiniz? İkincisi, qibləgahım cənab Putifara olan məhəbbətim övlada görə deyil. Mənim sənin məhəbbətinə qətiyyən şübhəm yoxdur. Yüzərsifi də bu sevgiyə rəğmən sənə hədiyyə eləmişəm. Çünki belə bir oğulluğa sahib olmaq səni çox sevindirəcəkdir. Sizin məhəbbətiniz qədər məni heç nə sevindirə bilməz. Yüzərsifi də sizin hədiyyəniz olduğu üçün çox istəyəcəyəm. Necə bilirsən, bir gün övlad sahibi olsaq, o da Yüzərsif kimi gözəl və ağıllı olacaqmı? Bəlkə də. Amma inanmıram onun qədər ağıllı və bilikli olsun. Bura bax, sən neynəmisən ki, Züleyxa xanım səni bu qədər tərifləyir? Bugün cəvahirat uğurlarını tapmaq üçün Yüzərsifin məharətlə işlətdiyi fənd hamını heyran elədi. Cənab, bugün sarayın hər yerində Yüzərsifin hədsiz zəkasından danışırlar. Hamı deyir ki, Yüzərsif Nimfer kəptanı həbs elətdirib. Elə birinci gündən sübut eləmisən ki, Züleyxa xanımın oğulluğu olmağa layiqsən. Özüm eşitmişəm. Deyəsən onu oğulluğa götürmək istəyirlər. Züleyxa Yüzərsifi oğulluğa götürməyə razı oldu. Bir söz demədi. Amma məncə razı idi. Xanım, xəbəriniz var hər yerə şayiə yayılıb? Təxminən nə olduğunu bilirəm. Yəqin Yüzərsif barədədir. Yüzərsifi oğulluğa götürməyiniz xəbəri həqiqətdir? Yaxşı seçimdir, hə? Yox, bu Misirin adət ənənəsinə, inancımıza ziddir. Yüzərsif xaricidir, alçaq təbəqədən olan biridir. O sizin kimi şərəfli zadəgan xanıma uyğun gəlmir. Mənim övladım olandan sonra onun həm adı, həm də mənsəbi olacaq. Bəs onun dinini, imanını neyniyəcəksiniz? Hardan bilirsiniz ki, o Amunun düşmənlərindən ya da Misir ayinlərinin müxaliflərindən deyil? Qəribə sözlər danışırsan. Əzizim, cavan gövdəli ağac başqalarına nisbətən daha tez əyilər. Yaxşı olar ki, bu fikirdən daşınasınız. Bu sizin xeyrinizə deyil. Mən öz qərarımı vermişəm. Bu cür bədbin, ümidsiz sözlər deməkdənsə, mənə kömək elə. Yaxşı, onda izin verin, son sözümü deyim. Mən bugün Amun məbədinin cadugarının yanına getmişdim. Yüzərsifin bütün əlamətlərini ona dedim. Bilirsiniz o nə dedi? O dedi ki, bu uşaq Züleyxanın düşmənidir. Onu yaşayışından məhrum eləyəcək. Tanrılardan uzaqlaşdıracaq. Cadugar dedi ki, axırda Amundan dönüb başqa tanrılara itaat eləyəcəksiniz. Bu nə boş-boş sözlərdi deyirsən? O adi bir uşaqdır. Biz onu indidən istədiyimiz kimi tərbiyə eləyib, layiqli bir insan kimi böyüdə bilərik.
Sabah tezdən onu təmiz geyindirib yanıma gətirərsən. İstəyirəm onu Misir cəmaatının adətləri ilə tanış eləyim. Bu işdə mənə kömək eləməlisən. Mənim bütün nigarançılığım sizə görədir. Əgər siz belə istəyirsinizsə, qoy olsun. Amma sonra deməyin ki, Kari ana demədi. Gəlmişəm ki, cənab Putifarın yeməyini aparım. Yüzarsif gəlməmiş yemək verilməyəcək. Yeməyi paylamağı ona tapşırıblar. Özünə çox yaxşı yer eləyib. Eşitdiyimə görə Putifar və Züleyxa onu oğulluğa götürmək istəyirlər. Çəkilin görüm, çəkilin. Saray cəmaatına verilən yeməklərin sayı və qədəri Yüzarsifdə olacaq. O kimə nə qədər desə, o qədər də yemək verərsən. Keşikçilərin yeməyi 20 nəfər. Nəfər. Məbədin kahinlərinin sayı 5 nəfərdir. 20 pay niyə? Məyər məbədin tanrılarının yeməyə ehtiyacı yoxdur? Yəni məbədin tanrıları da yemək yeyir? Xeyr, yemirlər. Məyər bəndələrin ruzusundan tanrılara təbərrük üçün hədiyyə eləmək olmaz? Yaxşı, tanrılarınız bu yeməklərdən təbərrük eləyəndən sonra onları kimlər yeyir? Tanrıların təbərrük elədikləri yeməklər məbədin kahinlərinə və xadimlərinə məxsusdur. Belə halda hər kahin başqalarından 4 dəfə artıq yeyəcək. Elə buna görə də kahinlər həmişə kök olurlar. Kahinlər və onların qohumları tanrıların bərəkəti sayəsində gündən günə şişirlər. Halbuki saray qulluqçuları az yeməkdən üzünü çöpə dönüblər. Əgər biz bəndələrin yeməyindən tanrılar təbərrük etməsə nə olacaq, hə? Yəqin ki, yemək mədəmizdə qızqıracaq, hə? Bəsdir. Əgər məbədin işçilərindən utanmırsınızsa, heç olmasa məbədin tanrılarından həya eləyin. Bu cadugar Yuzarsifə tələ qurmaq üçün getdi. Burada məbədin işçi və kahinlərinin sayı 5 nəfər qeyd olunub. Məbədə 5-dən artıq yemək payı verilməməlidir. Bunun sənə heç bir dəxli yoxdur. Biz həmişə 20 pay aparmışıq, bu dəfə də aparacağıq. Cənab Punifer bu məsələni həll edənəcən bu günlük onlara istədiklərini verin. Tanrıların adına, kahinlərin qarnına. Hələ niyə deyək, bunların bu aşırı tələbkarlıqlarına heç kim etiraz eləməmişdir. Afərin oğlum, afərin. O əvvəlinin veri kəptanı, indi də kahinləri rüsvay elədi. Gördünüz, bu uşaq Ninfer kəptanı necə zindana göndərdi. Ağıllı, şücaətli uşağı. Cənab Punifer. Hə, işlər necədir Yüzarsif? Bir çətinliyin yoxdur ki. Xeyr, cənab. Yüzarsif məbədin kahinlərlə mübahisə elədi.
Onların həddən ziyadə yemək almalarına mane olmaq istəyirdi. Karyana da bu mübahisənin şahidi oldu. Mənə elə gəlir ki, Karyana və kahinlər bu uşaq üçün tələ qurmaq istəyirlər. Cənab Putifarın yeməyi hazırdır. Bəli, cənab. Elə isə aparın. Sən də gəl Yüzərsif. Yüzərsif qaydana dək bunların yeməyini öz qaydası ilə ver. Gedək. Siz orada olsaydınız, saray işçilərinin bizə necə güldüyünü görərdiniz. Sarayın işçiləri də onunla əlbir olmuşdular. Putifar saray əhlinə yemək paylamaq üçün bir uşağı məhsul təyin eləyib. Onu cənab Hunifer seçib. O əqidəmizi bəyənmir, bizim tanrılara sitayiş eləmir. Əgər belədirsə, o canını salamat qutara bilməyəcək. Mən Putifar və Züleyxa ilə danışacağam. Narahat olmayın. Yüzarsif, sən nənəm, hardasan? Nemisa bu? Nə olur? Burada nə inirsən? Məyər sən kafirsən? Tanrılarınıza sitayiş eləmirsən? Nə demək istəyirsən? El indicə kahin Xufu ilə məbədin xadimi Binqi deyirdilər ki, əgər bizim tanrılara sitayiş eləmədiyin sübut olunsa, səni sağ buraxmayacaqlar. Əgər mənim Allahım istəməsə, heç bir hadisə baş verməz. Cavab ver, kafirsən ya yox? Səni inandırıram ki, mən kafir deyiləm. Allaha pərəstiş eləyirəm. Sən hansı Allahdan danışırsan? Sənin Allahın, mənim Allahım, hamımızın Allahından. Yaxşı, ürəyim rahat oldu. Heç bilirsən, Allah səni mənə nicət tapmağıma kömək üçün göndərib. Məni deyirsən? Yox, öz-özümlə danışırdım. Heç nə olmayıb, get. Oynamağa gəlirsən? Bəli, gəlirəm. Kaş ki görəydiz, sarayın cəmaatı ondan birləşib kahinləri necə ələ salırdılar. De görüm bir uşaq Amun məbədinin kahinlərini necə təhqir eləyə bilər? Kinayə ilə deyirdi ki, kahinlər tanrıların adından yemək alıb öz qarınlarını bəsləyirlər. Mən buna görə onu möhkəm danlayaram. Mən şübhə eləmirəm ki, o nə Amuna, nə də o bir tanrılara ibadət eləmir.